Mayın 29-u Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-una keçən gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı bildirilir. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 17-19, gündüz 25-30 dərəcə isti, atmosfer təzyiqi 756 mm civə sütun olacaq. Naxçıvanda gün ərzində arabir bəzi yerlərdə yağış yağacaq. Temperatur 23-26 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah yağıntı gözlənilmir, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısa müddətli leysan xarakterli yağış, şimşək gözlənilir. Dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq küləyi güclənəcək. Temperatur gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.